Bakının Yasamal rayonunda 2 nəfər arasında pul borcu üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Əsəd tanışı Bəhruz ilə mübahisə edib. Pul borcu üstündə yaranan mübahisə zamanı Əsəd Bəhruza xəsarət yetirib. Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, zərər çəkmiş Bəhruzu tanıyır. Həmin müddətdə aramızda normal münasibətlər olsa da, təxminən məlum hadisədən bir ay əvvəl Bəhruz məndən borc aldığı 100 manat məbləğində pul vəsaitini qaytara bilmədiyi üçün aramızda narazılıq yarandı. Hadisə günü saat 8:00-da Bəhruza borcu verdiyim 100 manat məbləğində pul vəsaitini ondan geri götürmək məqsədi ilə onun yaşadığı evə gəldim. Bəhruz məni evinə dəvət etdikdən sonra bu dəfə də pulu qaytara bilmədiyi üçün aramızda münaqişə yarandı. Bu zaman sağ əlim ilə onun sağ üz nahiyəsindən bir dəfə vurdum, sonra oradan getdim. Sonradan məlum oldu ki, Bəhruz barəmdə polisə şikayət edib deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Bəhruzun ifadəsində göstərib ki, evində tanışı Əsəd tərəfindən döyülməsi ilə bağlı Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinə şikayət edib. Bu cinayət işinə Yasamal rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən məhkəmə təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Yasamal rayonunda müştəri taksi sürücüsünə xəsarət yetirib. Şamaxı rayon sakini 1977-ci il təvəllüdlü Ənvər taksi sürücüsü kimi bir neçə dəfə Müşfiqabad qəsəbəsində onu aparan Əhməd ilə mübahisə edib. Aralarında yaranmış gediş haqqı qiyməti ilə bağlı mübahisə zamanı Əhmədin sol göz nahiyəsinə qəsdən baş zərbəsi ilə vurub. Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ənvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Əhmədi 20 yanvar dairəsində Müşfiqabad qəsəbəsi istiqamətində gedən taksi sürücüsü kimi tanıyıb. Bir neçə dəfə onunla müştəri qismində Müşfiqabad qəsəbəsinə getmişəm. Hər dəfə onunla 2 manat müqabilində getmişəm. Məlum hadisə günü saat 18 radələrində 20 yanvar dairəsi yaxınında başqa bir taksiyə əyləşdim. Müşfiqabad qəsəbəsi istiqamətində getmək istədim. Bu zaman digər müştərilərin gəlməsini, avtomobilin tam müştəri ilə dolmasını gözlədiyim vaxt olduğum taksinin qarşı tərəfində Əhmədin müştərilərin Müşfiqabad qəsəbəsində istiqamətinə hansı qiymətə apardığını soruşmuşam. Onun müştərini 1 manat 50 qəpiyə aparacağını dediyini eşitdim. Taksidən düşərək ona yaxınlaşdım. Hansı səbəbdən məni daim 50 manata, başqa şəxsləri isə 1 manat 50 qəpiyə apardığını soruşdum. Bu vaxt aramızda mübahisə yarandı. Mübahisənin böyüdüyündən görərək ətrafdakıların narahatçılıq verməmək üçün onu binanın sağ tərəfinə dəvət etdim. Orada isə onunla kobud danışdığı üçün onun sol göz nahiyəsindən baş zərbəsi ilə vurdum deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Yasamal rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Məhkəmənin hökmü ilə Ənvər cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib. Bundan əlavə Qusar rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin sentyabrın 25-də rayonun kəndlərindən birində baş verib. 1963-cü il təvəllüdlü Bəhlul bircə yaşadıkları evdə aralarında yaranmış mübahisə zamanı təpik zərbəsi ilə qeyri-rəsmi nikahda olduğu Səmayənin qol nahiyəsinə vurub. Hadisəni törədən Bəhlulun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
ifadəsində göstərib ki, 1986-cı ildə Səmaiyə ilə qeyri-rəsmi nikahda olmaqla onunla birlikdə yaşayır. Hadisə baş verən gün spirtli içki qəbul edərək evə gəldim. Evdə Səmaiyə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı onu vurdum. Sonradan isə bildim ki, ona ciddi xəsarət yetirmişəm deyə o ifadəsində göstərib. İş üzrə zərərçəkmiş Səmaiyyənin sözlərinə görə Bəhlul ilə 30 ildir qeyri-rəsmi nikahda olmaqla onunla birlikdə yaşayır. Bəhlul mütəmadi olaraq spirtli içki qəbul edir, evdə dava salır, məni incidir. Sonuncu dəfə yenə spirtli içki içərək evə gəldi. Mənimlə mübahisə etməyə başladı. Mən isə ona gedərək yatmasını bildirdim. Bu zaman Bəhlul məni təpiklə vuraraq əlimi sındırdı deyə o ifadəsinə belə yekun vurub. Qusar rayon məhkəməsinin hökmü ilə Bəhlul 4 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.